Ben ha. Oca geçen haftanın 5. gündən evdeyim. Ad günüm keçdi. Ondan 5 gün sonra. Doğan niye beğenmediniz ki? Ki böyle doğğa pişirmirlər. Biri deyir, çoxsa deyir ki, düyün niyə yumadınız? Əzizim, siz evinizə doğğa pişirəndə yuyub tökərsiniz. Mən belə pişirəm. Sonra nə deyirlər ha? Niyə un tökdün? Biz belə pişiririk. Hacı qabulda biz belə pişiririk. Bir də şey deyirlər. Duzu. Sən deyir, duzu nəyə görə əvvəldən tökdün? Duz axırı tökülməlidir. Həqiqi. Bu sizin qanunlarınıza görə belə deyək. Kiminsə, mən burada aşbazlıq yarışında deyiləm, evdəyəm prosta. Özüm üçün pişirirəm. Çürüməz bu köksü yox. Doğanın ən şeyi odur ki, çürüməsin. Mən doğam çürümədi ki, yox. Vəssalamda söhbət bağlandı. Müzakirə açıq mövzu deyildi yəni. Çürüsəydi siz deyən idim. Bir dənə orada nə diqqətimi çəkdi? Süd tökmək. O mən bacımda deyir, o mən hamı deyir burada. Ki şeydir, süd qatı olarsa süd tökmək olar, soyuq süd. Bir də onu denəyəcəm, başqa heç. Siz əvvəl üçün doğğa pişirməni bilin. Mən belə sevirəm. Amma axşam gördüm ki, çox qatıdır. Biraz sos tökdüm. Mən əvvəllər doğğanı başı banka suyla pişirdim. Çox duru olur da. Bu bacımdan öyrənmişəm.